Santos. Ondan topu uğurla alır. Benzia ve ara karışır. Ara karışır, dava düşür hatta. Hatta dava düşür. Musa Qurbanlı. Kırmızı vərəqələr olacaq. Kırmızı vərəqələr olacaq, şübhə yoxdur buna. Bəli, Felipe Santos kırmızı vərəqə. Felipe Santos kırmızı vərəqə. Musa Qurbanlı sakitləşməlidir. Komandolaşlar sakitləşdirir onu, yoxsa vəziyyət daha kritik ola bilərdi. Felipe Santos kənara gedir. Meydandan çıxarılır. Meydandan qovulur. Kırmızı vərəqə. Felipe'ye. Yasin Benzia aranı qızışdırdı. Orada Felipe Santos'tan top alandan sonra Benzia aranı qızışdırdı və böyük qalmaqala səbəb oldu bu epizod. İndi görək Kamal Umudlu hansı qərarlarına davam edəcək. Bir kırmızı vərəqə artıq var. Felipe Santos'a rəqibini vurduğu üçün. Kırmızı vərəqə göstərildi. Sarı vərəqə var hakimin əlində. Kimi çağırır yanına indi? Kamal Umutlu. Köməkçilərinin də yardımıyla indi qərarlar anladı. Kamal Umudlu. Görək hansı qərar verəcək. Yanına bir neçə oyuncu çağırır. Cəfər Quliyev uzaqlaşdırır oradan. Sarı vərəqə Benzia'ya. Sarı vərəqə Jatoba'ya. Yankovic'e. Bəxtiyara. Aha. Musa Qurbanlıya deyəsən. Sarı vərəqə Musa'ya göstərildi. Bəxtiyara yox. Hətta Jatoba'ya da. Benzia'ya da. İki sarı vərəqə Qarabağ oyuncularına, bir kırmızı, bir sarı vərəqə də Araz Naxçıvan futbolçularına.